Ermənistan Qarabağla bağlı aparılan danışıqların sənədlərinin yayımlanmasını gecikdirir. Sözü gedən materiallarda ATƏT-in Minsk qrupuna dair məlumatlar yer alıb. Baş nazir Nikol Paşinyan sənədlərin bu ilin sonuna qədər dərc olunacağını bildirib. Onun sözlərinə görə bu materiallara təkcə İrəvan sahib deyil. Mən Serj Sarkisyanı bu böyük uğuruna görə təbrik eləyirəm. Ümid eləyirəm ki, onun bioqrafiyasında bizim ondan bir vəd aldığımız qeyd olunacaq. Mən bunun haqqında aylardır danışıram. Niyə ilin sonuna qədər dediyimi anlayırsınız? İlin sonuna qədər deməyimin bir səbəbi var. Çünki bir neçə ay əvvəl açıq şəkildə demişdim ki, onun hazırlanması barədə göstəriş verilib. Mənəvi və siyasi qadağa orada aradan qalxacaq. Həmin mövzu mövcud olmayacaq və biz bu sənədləri azad şəkildə dərc eləyə biləcəyik. Nikol Paşinyanın bu məsələyə tərəddüdlü yanaşması maraq doğurub. Onun məhz Minsk qrupunun buraxılmasını gözləməsi bəzi suallar yaradıb. Çünki Paşinyan bu məsələni mənəvi siyasi qadağa ilə izah edir. Danışıqlar tarixinin əsas sənədlərinin 2019-cu ildə daxil olmaqla sıralandığı deyilir. Lakin bu sənədlərin gələn il keçiriləcək parlament seçkisinə heç bir əngəl yaratmayacağı bildirilir. Həmçinin Paşinyan sabiq prezident Serj Sarkisyanın başqa ölkənin rəhbərinə yazdığı məktubu da üzə çıxaracağını deyib. Onun sözlərinə görə Sarkisyanın məktublarında erməni cəmiyyəti bütün suallara cavab tapacaq. Onu açıqlamaq üçün Paşinyan ən azı Minsk qrupunun keçmiş 3 həmsədrindən icazə almalıdır. Vətən müharibəsindən sonra sonunda atdığı addımları doğrultmaq üçün müəyyən informasiyalar var həmin sənədlərdə. Paşinyan da çox güman ki, həmin sənədlərə istinad edərək öz oponentlərinə, yəni bugünkü revanşist müxalifətə cavab hazırlayır. Amma düşünürəm ki, onun bu məqamda hələlik ki, Minsk qrupu rəsmi şəkildə tam bağlanmayıb, onun həmin sənədlərdən öz başına istədiyi kimi istifadə etmək hüququ yoxdur. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan isə Nikol Paşinyanı ölkəsinin məğlubiyyətə uğramasında günahlandırır. O bildirib ki, hökumət danışıqlar prosesindən yayınmasaydı, 44 günlük müharibə baş verməyəcəkdi. Onun sözlərinə görə Azərbaycan və Türkiyə Ermənistan ordusunun döyüş qabiliyyətinin aşağı olmasını bilirdi. Sarkisyan orduda problemlərin 2019-cu ildən başladığını söyləyib. O, İrəvanın elə bundan sonra mövqe dəyişdirdiyini deyib. Yerli media yazır ki, Sarkisyanın bu açıqlamaları indiki hökumətə qıcıq yaradıb. Bu səbəbdən Paşinyan həmin dövrlə bağlı gizli məlumatları ictimaiyyətə açıqlamaq niyyətindədir. Mübarizədə Paşinyana qarşı, dırnaq içində deyək, Qarabağ kartından istifadə etmək cəhdi bunların əsl xislətini ortaya qoyur. Paşinyan öz rəqiblərini sıradan çıxarmaq üçün güclü silahlardan biri olan bu sənədləri seçkilərə az bir müddət qalmış yayımlayacaq ki, bu da təbliğat dövründə onun rəqiblərinə növbəti zərbəsi olacaq. Böyük ehtimalla bu sənədlərin içərisində ATƏT-in Minsk qrupunun üzvlərindən hansısa birinin Ermənistanın həmin vaxt işğalçı siyasəti davam etdirməsinə, israr etməsinə dəstəyi də bir formada ifadə olunub. Analitiklərin fikrincə, Nikol Paşinyan sözü gedən sənədləri seçki öncəsi yayımlayacaq. O, bundan rəqiblərinə qarşı istifadə edəcək. Elə bu səbəbdən də müxalifət hazırda Paşinyana qarşı bütün kartları masaya düzüb. Lakin sənədlərin dərc olunmasının seçki gedişatını necə dəyişəcəyi isə hələ sual altındadır.